Salam aleykum. Demək, Herba Medikal Tibb Mərkəzindəyik. Aynur xanım otağındayıq. Çox gözəl həkimdir. Allah şahiddir ki, artıq bir neçə vaxtda uşaq gətirir yanına. Bir ay yarım. Əndi yoldaşım deyə. Ay yarım. Çox gözəl fayda. Biz inanmırdıq bura gələn. Deyirdik ki, yox elə bu da elə həmən o birisi həkimlər kimi. Yəni heç Ben inanmayan beni gəlir. Dedik, ya eşitdik ki, yəni gözəl bilirsiniz. Yəni Füzuli həkim danışmışdı. Ona görə də Füzuli həkim dediyinə görə, yəni bilirdik ki, Füzuli həkim buraya elə bir insanı gətirməz. Ona görə də gedə bilən yoxlayaq, amma gəldik, yaxşı ki, bura gəldik. Ne olmaz, Türklərdən. Amma yaxşı ki, bura gəldik. Buyur, danışın siz də, mən sözümü deyim. Mən çox şadam, vallahi ki, çox gözəl. Yəni, bizim uşağın nitqi əməli başdan açıldı, özünüzü görür. Maşallah deyil, maşallah. Allah şahid. İnsanlar bax, inanmırlar. İnsanlar da bax, o qədər yerə gedirlər, inanmırlar. Necə? Garanti verirsinizmi siz? Baxın, hamının uşağına garantiya verirəm buradan desəm, birinci ilə yalancı olmuş olarıq. Mütləq şəkildə uşağı diaqnostik eləyirik. Baxın, görürük, bu uşaq bizlikdirsə, yəni mənim müalicə edəcəm sferadadırsa, o uşağı götürürük üzərimizə. Yox, mənlik deyilsə, mən həmişə valideynlərə də deyirəm, hətta o uşaq mənim ən yaxın qohumumun övladı da olsa, mən qohumumun da anasının ahını ala bilmərəm. Deyirəm ki, bu uşaq mənlik deyil. Və deyirsiniz, səmimi danışın videolarda, daha rahat danışın, danışıram Roman bəy. Vallahi bir şey Uşaq deyim. mənlikdirsə götürəcəm və bu başımla cavab deyəm, mənlik deyilsə deyəcəm ki, bu uşaq mənlik deyil. Bir şey də deyim, onun kimi hansı gəlmişdi bura? Gəlməmişdi. Gəlməmişdi. Hələ də gəlməyib, tarixə düşəcək. Vallahi ki, o belə sakit oturur, buranlara dağıtmalıydı, bax görürsünüz. Oturub yeyir özünü. Nəfizə var göz qabağında. Hələ də davranış problemlər davam edir. Hələ də atanın evdə şımartmasının hələ də ipuçları var. Mütləq şəkildə ailələrdə ehtiyatlı olmalıdırlar. Uşaqlara sevgini pəhrizlə verməlidirlər. Əgər o sevgi ziyan verirsə uşağa. Aşırı dərəcədə olmaz. Bəli, olsa da uşağa çox göstərmək olmaz. İlk etapda demirik uşaqlarımızı sevməyək, amma şımarıqlığa doğru gelirsə biraz orada ayarlamamız lazımdır. Bir şey də deyim ki, bu təkcə ağzını masaj eləməklə olmur. Bu kompleks olmalıdır. Aynur xanım klinik psixoloqdur, kompleks. Verirsə də tərif et, bax belə. Çox sağ olun. Nəinki əli, ayağı, əli... Hələ nə qədər də aparatları var orada, nə qədər aparatlar. Cihazlarla işləyir. 50 min aparat var orada bəlkə də.